Bu hadisə ötən il Lənkəranda baş verib. 28 yaşlı Elmar 2024-cü ilin dekabrında 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa çıxır. Bu münasibətlə bir neçə gün sonra anası Əntiqənin çay fabrikində işləyən yoldaşları ona gözaydınlığı vermək üçün evlərinə gəlir. Gələnlər arasında anasının iş yoldaşı, əri və uşaqları olan Könül də olur. Könül təzə həbsxanadan çıxan Elmarı görüb anasına deyir ki, nə yaraşıqlı oğlum var. Sonra da öz təbirincə desək, 28 yaşlı Elmarı özündən balaca olduğu üçün qucaqlayıb, üzündən öpür. Bununla da azadlığa yenicə qədəm qoymuş Elmarın sonu həbsxanaya gedən macəralı və cinayət qoxan yolu başlayır. Elmar deyir ki, 2025-ci ilin fevralın təxminən əvvəllərində tanımadığı mobil telefon nömrəsindən ona zəng gəlir. Telefonu açanda danışan qadın özünü anası Əntiqənin iş yoldaşı Könül kimi təqdim edir və ondan saxlamaq üçün ördək balaları gətirməsini xahiş edir. Elmar həmin dövrdə ördək və cücə alveri ilə məşğul olduğunu bildirir. Onun sözlərinə görə 4-5 gün sonra Könülün evinə 4 ördək aparsa da həmin vaxt pul almır. Elmar əlavə edir ki, təxminən 10 gün sonra Könül yenidən zəng edərək bu dəfə toyuq cücələri istədiyini deyir. O Könülə 15 toyuq cücəsi aparır və bunun müqabilində 25 manat aldığını deyir. Elmarın sözlərinə görə həmin gün axşam saatlarında Könül WhatsApp vasitəsilə ona "Salam, necəsən?" məzmunlu səsli mesaj göndərir. O da səsli mesajla cavab verərək salamlaşır və halını soruşur. Elmar bildirir ki, həmin gündən etibarən onların arasında telefon danışığı və söhbətlər başlayır. Bu müddətdə Könül ona əri vəfadarla bir yataqda yatmadığını, ərinin başqa qadınlarla gəzdiyini və yalnız uşaqlara görə bir evdə yaşadıqlarını deyir. Həmçinin Elmar qeyd edir ki, Könül ona yaraşıqlı oğlan olduğunu deyir, şəkillərini gördüyünü və subay olsaydı ona ərə gələrdi deyə bildirir. Elmarın sözlərinə görə bu sözlər, bu ifadələr onun xoşuna gəlir. Elmar bildirir ki, gözəgəlimli qadın olan Könül gecə vaxtı ona telefonla zəng edərək işə gedəcəyini və arxasınca maşın gələnə qədər onu görmək üçün yaşadığı məhəlləyə dəvət edir. Elmar isə piyada həmin məhəlləyə gələ bilməyəcəyini deyərək görüşü başqa vaxtda saxlamağı təklif edir. Onun sözlərinə görə Könül bu təkliflə razılaşır və bağlı bir məkanda görüşmək istədiyini deyir. Elmar onu da qeyd edir ki, bu səbəbdən o Könüllə tanışı Ceyhunun tək kirayədə yaşadığı mənzildə görüşmək qərarına gəlir. Onun sözlərinə görə 8 radələrində, yəni saat 8 radələrində Könül marketin yanına gəlir və birlikdə həmin mənzilə gedirlər. Daha sonra Könülün öz razılığı ilə əlaqədə olurlar. O həmin gün Könüldən 1500 manat pul istədiyini, Könül isə pulunun olmadığını, lakin bankdan kredit götürərək verə biləcəyini deyir. Elmarın sözlərinə görə 2-3 gün sonra Könül ona zəng edərək yazıb oxumağı bilmədiyini və səhər onunla banka getməsini xahiş edir. Elmar bildirir ki, səhəri gün bankın qarşısında görüşürlər. Onun dediyinə görə Könül bankdan 1500 manat kredit götürür və həmin puldan 1400 manatı ona verir. Könül 50 manatın komissiya haqqına çıxdığını, digər 50 manatın isə özünə lazım olduğunu deyir. Elmarın ifadəsinə görə həmin gün saat 17-18 radələrində Könül yenidən ona zəng edərək əri vəfadarın başqa bir kişi ilə, Mərdanla onun danışığını tutduğunu bildirir və Elmar qeyd edir ki, Könül ona günorta saatlarında ərinin dostu İslamla birlikdə həmin şəxsi, yəni Mərdanı yaşadıkları evə gətirdiyini, evdə onu döydüklərini və butulka ilə zorakılıq etdiklərini deyir. Elmar bildirir ki, bu hadisədən qorxduğu üçün Könülə bir daha onunla əlaqə saxlamamağı tapşırır. O mobil nömrəsini dəyişir və bundan sonra Könüllə əlaqə saxlamır. Görünür hələ islah olunmayan Elmar bu hadisədən bir ay sonra
2025-ci ilin mart ayının axırlarında Mərdanla görüşərək ondan pul almaq qərarına gəlir. O fikirləşir ki, Könülün danışdığı zorakılıq və butulka əhvalatını hamıya danışacağını deyərək Mərdanı şantaj eləyə bilər. Yəni Mərdana desə ki, sənin başına bu hadisələri gətiriblər və mən bunu hamıya deyəcəm. Bu zaman Mərdan qorxaraq ona pul verəcək. Və beləliklə çay fabrikinin qarşısına gəlir. Buraxılış məntəqəsindən Mərdanın mobil nömrəsini götürür. Daha sonra işlədiyi bərbərxanaya qayıdaraq WhatsApp-la Mərdana zəng edir, görüşməyi təklif edir. Elmarın sözlərinə görə Mərdanın maşınında görüş zamanı ona deyir ki, vəfadar və onun tanışı olan İslam Mərdanı Könülün yaşadığı evə aparıb, döyərək ona butulka ilə zorakılıq ediblər. Elmar Mərdana bildirir ki, 3000 manat vermədiyi halda bu hadisəni hamıya danışacaq. O qeyd edir ki, Mərdan bundan qorxur və 3000 manatı verəcəyini bildirir. Lakin bu söhbətin aralarında qalmasını xahiş edir. Elmarın sözlərinə görə ertəsi gün Mərdana zəng edərək pulun hazır olub olmadığını soruşur və Mərdan 2000 manat düzəltdiyini bildirir. Elmar deyir ki, Mərdanla çay qırağına yaxın yerdə görüşərək ondan 2000 manatı alır və bu söhbətin aralarında qalacağını bildirir. O əlavə edir ki, bir neçə gün sonra yenidən Mərdanla pul almaq qərarına gəlir. Bu məqsədlə yenidən Mərdana zəng edir və icra hakimiyyətinin binasının yaxınlığında görüşmək istədiyini deyir. Həmin görüşdə Mərdandan 250 manat aldığını, bir neçə gün sonra isə yenə həmin ərazidə ondan 200 manat aldığını qeyd edir. İndi isə gələk zərər çəkmiş Könülün ifadəsinə. Könül isə ifadəsində hadisəni azca fərqli danışır. O deyir ki, bəli, Əntiqənin oğlu həbsdən çıxdıqdan sonra qadın iş yoldaşları ilə birlikdə onları təbrik eləmək üçün evlərinə gediblər. Könül onu da qeyd edir ki, bəli, həmin gün qadınlardan bir qədər tez gəlib və Əntiqə ondan tək olduğu üçün süfrənin hazırlanmasına kömək eləməsini xahiş edib. O bildirir ki, Elmarı ilk dəfə orada görüb. Könül onu da deyir ki, Elmarın 28 yaşı olduğunu öyrəndiyi üçün onu özündən balaca hesab edib. Üzündən öpüb və gülə-gülə Əntiqəyə nə qəşəng oğlum var deyib. Könül bildirir ki, məclisdən sonra qonaqlarla birlikdə evdən çıxıb gediblər. Əntiqə ilə söhbət zamanı Elmarın cücə satışı ilə məşğul olduğunu öyrənib və ona cücə almaq istədiyini deyib. Könülün sözlərinə görə onun mobil telefon nömrəsini Elmara anası verib və yəni cücə almaq üçün verib. O qeyd edib ki, Elmarın mobil telefon nömrəsini əvvəlcədən bilməyib və özü Elmara ilk dəfə zəng etməyib. İlk zəng Elmardan gəlib. Elmar özünü təqdim edib və ona şəhərə tərəf getdiyini və yanında 5 ədəd ördək balası olduğunu deyib. Könül uşaqları ilə birlikdə küçəyə çıxaraq ördək balalarını ondan götürüb. Daha sonra Elmar itə baxmaq məqsədi ilə onların evinin həyətinə daxil olub və uşaqları ilə bir qədər həyətdə söhbət edib. Könül ifadəsində bildirib ki, Əntiqəyə bir qadın kimi bütün problemlərini danışıb. Güya sonradan məlum olub ki, Elmar anasının WhatsApp hesabını öz telefonuna köçürərək onların yazışmalarından xəbərdar olub. Könül zorakılığa məruz qalmış Mərdanı isə 10 ildən çoxdur ki, iş yoldaşı kimi tanıdığını deyib. O bildirib ki, əri vəfadar aralarında yaranan problemə görə çay fabrikinə gəlib və onun bütün əşyalarını əlindən alıb. Könül qeyd edir ki, üzərində olan 100 manatı Əntiqəyə saxlamaq üçün verib ki, əgər əri onu evdən qovsa, Bakıda yaşayan valideynlərinin yanına getmək üçün nəqliyyat pulu olsun. Yəni yol pulu kimi 100 manatı saxlayıb. Könül daha sonra bildirir ki, Elmarla saat 9-da yaşayış binasının yanında görüşüblər və birlikdə bir mənzilə daxil olublar. Onun sözlərinə görə həmin mənzildə təxminən 1 saat vaxt keçiriblər və 1 saatdan sonra qapı döyülüb. Könül bildirib ki, mənzilin kimə məxsus olduğunu soruşduqda Elmar buranın pozunxana olduğunu deyib. O qeyd edib ki, Elmara onu normal evə söhbət eləməyə, yəni çay içməyə aparacağını dediyini
və niyə pozğunxanaya gətirdiyini soruşub. Könüllünün sözlərinə görə Elmar qapını döyən şəxslərin hüquq mühafizə orqanının əməkdaşları olduğunu və belə pozğunxanada görüşdükləri üçün onların cəzalanacağını bildirib. Bundan sonra onlar mənzildən çıxaraq öz yaşadıkları evə gediblər. Könül əlavə edib ki, sonradan dəfələrlə Elmara zəng edərək qapını döyən şəxslərin kim olduğunu soruşub. Elmar isə həmin şəxslərin yenə də hüquq mühafizə orqanlarının əməkdaşları olduğunu və ondan buna görə 3000-4000 manat pul tələb etdiklərini deyib və bununla da könüldən pul istəyib. Könül bildirib ki, oxumağı və yazmağı bilmir və bunun üçün kredit götürmək üçün Elmar da gərək onunla banka gəlsin və beləliklə onlar banka gediblər. Az əvvəl qeyd etdiyimiz kimi 1500 manat bankdan pul alaraq 50-sini özünə saxlayır və 50-sini də komissiya pulu tutulduqdan sonra yerdə qalan 1400 manatı Elmara verir. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Könül onu da qeyd edir ki, 1500 manat kredit məbləğinə görə hazırda bank faizi və gecikdirmə ilə birlikdə banka ümumilikdə 1950 manat borcu yaranıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilir və cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunur. Hökmdən narazı qalan Elmar apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı var və bu qərar belədir. Şikayət qismən təmin olunur, onun əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilir və cəzası 4 il 6 aya endirilir. Bundan əlavə Konstitusiya və suverenlik ili münasibəti ilə elan olunmuş amnistiya ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 19.5, 5.2.3 və 3.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ayda azaldılır və yekunda onun üzərində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılır.